Domino daşlarında mənim diqqətimi çəkən təbii ki, gənclərin belə həvəsləndirici mövzu olmasıdır və sırf mövzunun gənclərin olmasıdır. Çox sevinirəm bu gənclərin adına. Mən əminəm ki, bu komanda bu işlərin davamını çox uğurlu şəkildə gətirəcəklər. Azərbaycan Film Akademiyası tərəfindən Mədəniyyət kanalı üçün təqdim olunan o ərsəyə gətirilən Domino daşları serialı müasir cəmiyyətimizdə ən vacib mövzulardan birini özündə əks etdirir. Biz görürük ki, yeni bir layihə ərsəyə gələcək, çox maraqla gözləyirik. Ümumiyyətlə, gənc nəslə fokuslaşan da məzmunlar çox vacib bir rol oynayır. Mədəniyyət konsepsiyamız çərçivəsində davranış mədəniyyəti, bilgi mədəniyyəti, eyni zamanda bizim ailə dəyərlərə diqqət yetirmək, onları təşviq etmək olduqca vacib hədəflərdir. Və bu prosesdə hər bir oyunçuya dəstək etmək Kino Agentliyinin həm borcudur, həm də bizim marağımızdadır. Domino daşları serialı məktəbli serialıdır. Məktəbdə olan psixoloji problemlər, eyni zamanda valideyn-övlad münasibətlərində olan problemləri ümumilikdə həm sosial tərəfi, həm psixoloji tərəfi ələ alan və Mədəniyyət televiziyasında bu səpkidə gedən ilk janr, ilk serialdır. Bu günləri domino daşlarının qalasıdır. Çox həyəcanlıyıq çünki hardasa domino daşları bir ildir adı keçən, çəkilişləri də davamlı olaraq aparılan bir layihələrimizdən biridir. İnanıram ki, gözəl, bərəkətli və Azərbaycan kinosu üçün fərqli rənglər olacaq. Mənim üçün fərqli bir obraz idi. Yəni nə qədər başqa obrazlar oynasam da, ilk işim olmasa da, çox həvəslə, iştahla oynadığım bir obraz oldu, Ayan obrazı. Azərbaycan Film Akademiyası həmişə öz çəkdiyi layihələrlə öz sözünü deyib və düşünürəm ki, biz Domino daşları layihəsində də öz sözümüzü dedik. Acı payı dost yoxdur, düşmən çox, hər addımda qorx. Obrazım Sara çox səmimi, çox yumuşaq, çox duru, çox hamıya qarşı çox yumuşaq davranır, çox